Salam. O insan benim insanımızda. Salam. Bunu tez blokda deyip çıxdım şöyle ki insanlar mənə dəli kimi baxmasın. Neyse uşaqlar, bugün blok çəkirəm. Əslində heç nə eləməyəcəm bugün, amma yenə də 4 günü vloglamaq istədim ki geriyə dönüb baxanda baxacağım bir anım olsun. Yəni bu sadəcə şey üçün deyil, ünlü olmaq. Təbii ki də olmaq istəyirəm amma anı üçün daha çox çəkirəm. Neyse bugün üniversiteye gedirik. Arxa planım da çox qəşəngdir. Bu arada bugün çox az makyaj eləmişəm. Kirpiklərimi sadəcə qırıb uzlarına turş vurmuşam. Elədiyim makyajda sadəcə sadə versiyasını eləmişəm. Sadəcə tipimi toparlamaq üçün. Amma həqiqətən çox xəstəyəm. Dünən də kursum vardı, getmədim kursa. Sadəcə bugün dərsə getməliyəm. Çünki qayb alsam balım getirməm. Ən nifrət etdiyim şey qaybdan balın getməsidir. Heç yaşamamışam bir dənə. Bir dəfə yaşamışam, o da təzəlikcə. Bu il yəni bu semestr. O da bəzi səbəblərimiz vardı. Heç kim dərsə girmədi. Bunu açıqlayım ki, neysə dayanım uşaqlar. Dərsə girmədik heç birimiz, çünki müəllimi sevmirdik. Öncə qaybal balımız düşmüşdü, sonra zaten müəllimi dəyişdilər. Neysə, mən belə üniversiteye gedirəm. Mən tək ancaq özümü çəkim ki, universitetdəyəm. Hə, bugün yoldayam. Avtobusdayam. Metrodayam. Mən də tamam olacaq. Heç olmasa bəlkə maraqlı bir söhbət danışarsan bizə. Nə danışım? Nə bilim, ağlıma nə gəlir danış. Ağlıma gələn danışım gələm. Bugün xəstəyəm. Bunun haqqında nə düşünürsən? İşdən çıxmışam uşaqlar. Maraqlı mövzu. İşdən çıxmısan yoxsa işdən çıxmısan? İşdən çıxmışam. Tərk eləmsən işi. İstefa. Niyə? Öyle deyək. Daha da çox vaxt keçirəcək. Daha sonra yatacağım uşaqlar. Hətta günlər mənə vaxt ayırmırdı. Ya bundan çox narazıyam mən. Narazı dedim ki, sən mən çox ihmal eləmsən. Ama görə işdən çıxdım mən. Şəbnəmə görə. Tamam, Yəni ki, sən boşanma, ben boşanma. Sən evlənmə, ben boşanacağım. Evlenme. Evlenme, ben boşanacağım. İşdən. Necə nə? O söz mənə o qədər pis təsir edir ki, uşaqlar. Yəni getdin düşündün, Şəbnəm mən dedi ki, mən vaxt ayırmırsan. Yəni necə ola bilərdi yəni? Haman günlər üçün bir dost olmalıdır. Görürsünüz, bəhanələr, insanlar ancaq bəhanə törədə bilər, neymiş. Bəhanələr uydura bilər, amma Mən işdən çıxdım. Sənə görürsünüz. Bax mənim şeylərim nədir? Beklentilərim daha yüksəlir. Görürsünüz? Neysə, müəllim gəldi. Axırda müəllimi də çəkərdim öşər. Bugün boşuna gəlmişəm üniversitede. Dərs yoxdur. YouTube'a geçsəm. Da. Mən də vlog çəkmək istəyirdim. Sən də şöyle başlamamışam. Başlamasın. Mən də çəkirəm. Lift gəldi, yəni düşərsən. Liftdən düşmürsən? Vlog çəkmək. Bassam bir də mən də Elə. O beyin donub. Nazar gəldi. Nazar Beyindən başlasın. Nazar. Mükremiz sana nazar değiyor. Dostlar üşüyürəm, sağ olun. Günah dedim ki, üstünü geyin də, geyinmədi. Gedirik üniversitetin arxasındakı oturma yerinə. Burada tələbə məkanı var, oraya heç girməmişəm, girmək istəyirəm. Üniversitetimizin görmədiyimiz yerlərini indi kəşf edirəm. Mən görmüşəm. Mən bu semestr bura çox gəldim. Mən görməmişəm. Bu skamyalara çox gəldim, çox oturdum burada. Ay taş sən elə deşim, mən bir şey bu şeylərim var, başqa şeylərim yox. Təsadüfdür uşaqlar. Özü gəlmişim. Təsadüfdür. Şəbnəm oturayım da mən həmişə əlində bu kafta olur. Təsadüf sadəcə. Hə, gedirik bura, göstərim. Belə. Neyse biraz oturup sonra eve gedəcəm. Çünki evə heç tüpürdü ya. Öyle bir istəyirəm ki üzümə tüpür. Anyway. Ehtiyacımız var idi bence. Eşimizin tüpürülmesine. Neyse. Just bu kadar. Sağ olun. Sağ ol dene. Sağ ol dene. Bye. Tələbə məkanında oturmuşum. İlk dəfə buraya girməm. Buranın bir daha böyük. Böyle gələm çıxaram. Yaxşı eləyir. Gələcəm bundan sonra da. Yaxşı eləyir. İşdən çıxmam. Mən görüşdən çıxıb bilirsiniz. Bayaq dedim. Sabahınız xeyir. Mənim də sabahım xeyir. Dünən videonu bitirməmişəm. Çünki dərsdən
Çıxdım. Dərs sayılarsa artıq. Evə gəldim və dərs elədim. Səhərdən 7-də oyanıb ki, dərs eləyəcəkdim. Oyana bilmədim. Gedib bugün 2 saat dərs eləyəcəkdim. 2 saat gecə yatacağım. Onu kompensasiya eləmək üçün. Kompensasiya eləmək mi? Neysə. Gidirik dərsə. Nə xəstəyəm, amma olsun. Çəkəcəm üniversitetdə yenə. Hoş ki, nə qəribə görmüş, sağ olun. Uşaqlar, mən üniversitetdə düzəməli dərsim olmadı. Getdim yemək yedim, Hataya getdim, reklam. Burada bir reklam girdi. Orada bilmirəm, mən videolarda marka adı çəkə bilərəm ya yox. Onu araşdıracağım. Neysə, getdik yemək yedik. İndi evə gedirəm. 1 saat falan dincəlib. Dərsə abanmalıyam da, bildiyiniz oxumaq da, o kitabı yeməliyəm, içməliyəm ki, sabah mən dərs danışacağım. Çünki artıq gələn həftəyə falan qalmaq istəmirəm. Dərs danışıb canım qutarsın. Keçən dəfə girməmişdim dərsə. Küləkdən ümid edirəm ki, səsim eşidilir də. Keçən dərs girməmişdim dərsə. Oxumadığım üçün, yaxşı oxumadığım üçün. Neysə. İndi də gedirəm evə. 1 saat biraz dincəlib. Bayağı dərs oxumalıyım. Bayağı dərs oxumalıyım. Rezil olacaq. Mühazirədə Yox, o qədər yox mənim, o qədər böyüməmişim. Cinayətin dərs danışa bilmədim və müəlliməni çıxartmadım. Cinayətin dərs danışmamam haqqında nə düşünürsən? Bizim müəllimlərim çox istəyir. O deyil, mən niyə çıxartmadım dərsi? Mən dərs oxumuşdum. Şansın gətirmədim. Bir də belə şəbnəm sual verir. Səndən istifadə edir. Sən soruşdun şeyi, IELTS-i, şey deyir ki, olur. Ha, olur. 8. Çok şükür. Dekabrda bütün şey ağlaya şeylere bakırdım, vaxtlara bakırdım. Onda başım bırakıram oxumaq. Bırakıram. Bak sonra ders yazdım da sən telefonuna. Çok teşekkür ederim. Aslında gətirmək istəyirdim, sadəcə artıq çantam o qədər ağır olacaq. Ne diyorsun? Çək bir tərəfə. Sınaq görmək istəyirəm. Mən niyə önümü bağladım? Hətta ona görə Önümü bağlayacağım mən. bunu oxumayacağım, mənim mühazirəsi yazım. Sən mən kim çalışır? Sən? Sonra atlatmayacaq. Mən isə atmayacağım. Zarafat edirəm. Nə qədər paxılı insan deyiləm bu arada ki. Yəni yazım. Yemədim, suallar atmışdım. Qrupu 18-dən saat atmışam ki, uşaqlar bu sualları verək. Saat məkan demədən hər saat mən altı inşallah. Üstədə mən yazırlar ki, sabah dərsimiz var. Özdə başqa qrupdaçılar. Bu paylaşacağım ama. Öz qrupum cəhənnəmdə yəni. Gəl qruplardan istəyirəm. Bunlara yazdım. Sən nətər qrupundasın ki, istərsən də belə Uşaqlar. Sən məndə yaz. Mənim qrupumda mənə yazır. Sən nə dərslərsən sən? Nə yazırlar? Mən oxuyansı bir deyiləm. Mən yürü mühazirəsini yazacağım. Mən netlə bir hal-hazırda. Sən nə verir? Əvvəl içində duz olan konfetlər olur deyə. Onu yeyim verir. Bu mənim hər şey dəftərimdir. Gör, burada birinci nə yazmışam. Kvadrat müqaviləsi. Sonra nə yazmışam? Bunlar hamısı Nə şey yazmışam? mən çünki çizgisi oxuyurdum. Bu ay oxuyordum, öyle şey. Sonra competition law. Arada iki il var ha yani. Bu ikinci kursu, bu dördüncü kursu. Sen okumadın. Okey, tamam. Ben işlerine yükleneceğiz. Kaçın arkadaşlar sağ olun. Ben de yine competition law.
Axırıncı dərsdəyəm. Uzun müddətdə axırıncı dərs, uzun müddətdə axırıncı dərsimi çox olmuş. Olur deyəndə dərsimiz 12-də başlayıb sonda. Elə 17-10-a qədər olur deyə. 18:55-ə qədər heç qalmamışam. Deyək deyəndə yəni uzun müddətdə qalmıram universitetdə. Ona görə bu qəribə hiss edirəm. Elə gec getməkdən də zəhləm gedir. Bəlkə dərsə girməyim, bilmirəm. Biz uzun müddətli Günvar işlədiyinə görə Günvarla date eləyə bilmirdik. Günvar mənə görə işdən çıxıb bildiniz də onu dünən demişdi. Dünən demişdim mən onu. Dünənki videomuzda demişdik, amma birləşdirəsən buraya. Bilmirəm, hansısa gündə mənə dedi ki, mənə görə işdən çıxıb o gün gedirik Hataya. İkinci gün. Hara gedirsən? O kafe bara. Hə, tamam. Tamam. Neysə, Sarı gelirsin. Hataya. Mən o dəfə maydanoz yedim, Hatay daha qəşəngdir. O maydanoz. Neysə dostlar, biz Hatay'a yeməyə gedirəm. Mən dünən də Hatay yemişdim. Bugün də Hatay yeməyə gedirəm. Bacım dünən deyir ki, oranın arenda pulunu sən çıxardırsan. Ola bilər. Ola bilir böyle şeyler. Öyle bilir böyle şeyler. Son günler salamlar. Bugün kolsuz kofta giyinmişəm. Akşam üşüyə bilərəm görəsən. Biraz o ehtimal var ama çox da vecimə almıyorum. Yeni üniversite gedirik. 2 dənə mühazib dərsimdə var. Səmlərin qiymətim var deyə rahatdan gedib bütün gün ingilis dili eləmək düşündüm. Yenə təzim olan ingilis dili eləyəcəkdim ama yatmışam. Mənim məsuliyyət. Neysə, gedirik.